Ukraynanın Rusiya üzərindəki üstünlüyü yaxın günlərdə beynəlxalq dəstəklə yanaşı daxili müharibədə də özünü göstərəcək. Orta əsrlərdə qalan Rusiya irəli gedə bilməz. 19-cu əsr ağlındadır. Hələ də çar babalara inanırlar. Tarixi şəxsiyyətlər yox, tarix şəxsiyyətləri yaradır. Vaxtilə Plexanov tarixə monist baxışın inkişaf məsələlərinə dair və tarixdə şəxsiyyətin rolu əsərlərində bu fikirləri əsaslandırır və Maksim Gorki isə Razruşeniya Lichnosti şəxsiyyətin iflası əsərində bu fikirləri əlaqələndirib. Bəxtiyar Vahabzadə isə özünü Allah sayan Putin kimi şəxsiyyətləri büt adlandırıb və bütlər gəldi və getdi. Birinə də inanmadım, niyə inanmalıyam? Axı dünya fırlanır məsələ ilə bu fikrə nöqtə qoyur.